Saç dökülmesiyle üzleşirsinizsə, bilin ki tek değilsiniz. Ama bu hallolunmaz bir problem değil. Bugün biz saç dökülmesini dayandırmaq və hətta geri çevirməyin arxasındakı elmi addım-addım anlamağa çalışacağıq və sonda bu prosesi inanılmaz dərəcədə sürətləndirəcək xüsusi bir yeməyin sirrini sizinlə bölüşəcəm. Yaxşı, gəlin birbaşa ən qəribə sualdan başlayaq. Heç fikirləşmisiniz? Niyə saçlar məhz başın təpəsindən gedir, amma yanlarda, ənsədə olduğu kimi qalır? Bax, bu sadə görünən sual əslində bütün tapmacanı həll etmək üçün bizim əlimizdəki ən vacib ipucudur. Bu tapmacanı həll etmək üçün simptomlara yox, problemin kökünə enməliyik. Hər şey saçın böyüdüyü mühitdən, onun kiçik evindən, yəni saç folikulundan başlayır. Gəlin indi o mikroskopik dünyaya birlikdə nəzər salaq. Baxın, burada çox maraqlı bir məqam var. Folikul saçın özü deyil. O, saçı istehsal edən balaca bir fabrikdir. Və bu fabrikin dayanmadan işləməsi üçün inanılmaz dərəcədə çox oksigen və enerji lazımdır. Bu məlumatı ağlınızda saxlayın, çünki bu bütün hekayənin açar nöqtəsidir. İndi yaşlandıqca bədənimizdə çox maraqlı bir dəyişiklik olur. Normal testosteron hormonu daha güclü, daha aqressiv bir formaya çevrilməyə başlayır. Buna dihidrotestosteron ya da qısaca DHT deyirik. Və bilin ki, saç dökülməsi hekayəsindəki əsas canavarımız məhz budur. Yüksək GHT səviyyəsi o balaca fabriklərdə, yəni folikullarda əsl fəlakətə səbəb olur. Bu, 4 mərhələli bir domino effektidir. Əvvəlcə fabriki dayandırır, sonra onun oksigenini kəsir, ətrafda iltihab yaradır və nəhayət hər yeri bərk bir çapıq toxuması ilə mühürləyir. Yaxşı, bir dəqiqə dayanın. Hamı deyir ki, bu sadəcə yaşla və genetika ilə bağlıdır, elə deyilmi? Bəs elədirsə, niyə bəzi insanlar yaşlansa da gür saçlarını qoruyur? Deməli, pərdə arxasında daha dərin, daha fundamental bir səbəb olmalıdır. Deməli, biz günahkarın DHT olduğunu artıq bilirik. Amma sual budur. DHT-nı nə idarə edir? Niyə bəzi insanlarda bu hormon bir canavara çevrilir? İndi gəlin pərdəni qaldıraq və bütün bu prosesi işə salan əsl səbəbkara insulinə baxaq. Və budur, əsas məqam. DHT səviyyələrinin nəzarətdən çıxmasının əsl səbəbi genetikadan daha çox, müasir dövrün ən böyük problemlərindən biri olan insulin müqavimətidir. Bəli, diabetdən ürək xəstəliklərinə qədər bir çox problemin kökündə dayanan eyni vəziyyət, saçlarımızın da bir nömrəli düşmənidir. İnsulin müqaviməti bədəndə DHT istehsalını sanki son sürətə keçirir. Birincisi, testosteronu DHT-yə çevirən fermenti artırır. İkincisi, qaraciyəri elə yüklüyür ki, qanda daha çox sərbəst testosteron qalır. Nəticə, daha çox testosteron, daha çox DHT deməkdir. Bu, əsl fəlakətdir. Beləliklə, problemi anladıq. İndi çoxları düşünür ki, deməli DHT-ni bloklayan bir dərman atım, vəssalam. Təəssüf ki, bu qədər sadə deyil. Məsələ təkcə DHT-ni dayandırmaq deyil. Məsələ onun folikul ətrafında yaratdığı o xarabalığı, o zədələnmiş ekosistemi yenidən qurmaqdır. Bu sitat məncə hər şeyi mükəmməl izah edir. Baş dərinizi bir bağça, saç folikullarını da toxum kimi düşünün. Oksigensizlik, iltihab və çapıq toxuması bu torpağı zəhərləyib. Bizim işimiz o torpağı yenidən canlandırmaqdır. Yaxşı, bəs bu zədələnmiş torpağı necə canlandıra bilərik? Bunun üçün həm çöldən, həm də içəridən təsir edən 5 addımlıq çox güclü bir fəaliyyət planımız var. Gəlin, indi bu addımları bir-bir detallı şəkildə nəzərdən keçirək. Birinci addım mexaniki stimulyasiya, yəni baş dərisini fiziki olaraq oyatmaq lazımdır və bunun üçün bilinən ən effektiv üsullardan biri mikro iynələmədir. Mikro iynələmə sanki bərkimiş, quraqlıqdan çatlamış torpağı şumlamaq kimidir. O, bərkimiş çapıq toxumasını qırır, dəriyə yenidən oksigenin və qanın axmasına imkan yaradır və ən əsası yuxuda olan kök hüceyrələrini oyadır. İkinci addım, mitoxondriyalara dəstək. Torpağı şumladıq, indi isə o torpaqdakı toxumların enerji mənbəyini bərpa etməliyik. Saç folikullarının içindəki o balaca enerji stansiyaları olan mitoxondriyaları xüsusi işıq terapiyası ilə yenidən dolduracaq. Baxın, bu qrafik hər şeyi çox aydın göstərir. Müəyyən bir dalqa uzunluğundakı qırmızı işıq o balaca enerji stansiyalarını sanki yenidən doldurur. Enerji istehsalı artır, iltihab azalır. Bu, saçın böyüməsi üçün ideal bir şərait deməkdir. Üçüncü addım, qan dövranını gücləndirmək.
Folikullara qida və oksigen daşıyan yolları açmalıyıq. Və burada təbiətin bizə çox güclü bir hədiyyəsi var. Rozmarin yağı. O bəzi bahalı dərmanlar kimi təsir göstərir, amma bunu tamamilə təbii yolla edir. Bu isə həqiqətən heyrətamizdir. Rozmarin yağı təkcə qan dövranını artırmır. O, eyni zamanda bir neçə cəbhədə döyüşür. Həm DHT-ni azaldır, həm iltihabı yüngülləşdirir, həm də o balaca enerji stansiyalarını qoruyur. Bu, bir şüşədə bir neçə dərman deməkdir. 4-cü addım. Doğru tikinti materialları. Folikulu çöldən dəstəklədik, indi onu içəridən doğru qidalarla gücləndirməliyik. Saçın böyümə düyməsini birbaşa basan 2 əsas mikroelement var. Bunlardan birincisi vitamin D3-dür. O, saç kök hüceyrələri üçün həyati əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, gündəlik 10.000 IU kimi terapevtik dozalar lazımdır. İkincisi isə zinkdir. Bu ikisi bir yerdə saçın böyümə siqnallarını işə salan əsl güc komandasıdır. Və nəhayət 5-ci ən ləzzətli addım saç böyüməsi üçün super yemək. İndi sizə bütün bu elementləri özündə birləşdirən, saç sağlamlığını daxildən dəstəkləmək üçün xüsusi olaraq hazırlanmış bir resept təqdim edəcəm. Bu sadəcə bir yemək deyil, bu saçlarınız üçün bir güc mərkəzidir. Qaraciyər, dəmir, zink və mis ilə zəngindir. Soğan, iltihabı azaldan kversetin mənbəyidir. Kələm turşusu, C vitamini və yüzlərlə faydalı bitki birləşməsi deməkdir. Balqabaq tumları isə həm maqnezium anbarıdır, həm də təbii VHD blokatorudur. Möhtəşəm deyilmi? Bütün bu fəaliyyət planı çox güclüdür, amma gəlin ən vacib şeyi unutmayaq. Bu sitat bizə hər şeyi xatırladır. Bütün bunların başlanğıc nöqtəsi insulin müqavimətidir. Əgər siz bu əsas problemi həll etməsəniz, digər addımlar yalnız müvəqqəti bir yamaq olacaq. Və bu da bizi son bir suala gətirib çıxarır. Əgər yediyimiz qidalar tökülən saçlarımızı geri qaytara bilirsə, görəsən bədənimizin digər hissələrinə və ümumi sağlamlığımıza necə təsir edir? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.